Köhnə sevgilimdən ayrıldıqdan sonra sanki bütün oğlanlardan sanki uzaqlaşmışam. Sonra məni sevdiyini deyən olub, amma qorxmuşam. Hə, bilirsiniz necə o ayrılıq sizə belə necə deyim sizə, o insanı itirmək sizə çətin olub. Bu müəyyən bir psixotravma yaşadıb da, güvənsizlik yaradıb sizdə, inamsızlıq yaradıb. Bilirsiniz necə vacib deyil ki, həmən hansısa bir oğlanı həyatına oğlan kimi hələ də belə əks cins kimi konkret baxasan ki, hə, biz onunla sevgili ola bilərik. Yəni o nöqteyi nəzərdən baxmayın. Yavaş-yavaş belə hələ dostcasına, yəni insanı özünə yaxın buraxa bilərsən ki, yoxsa bu çox uzun müddət belə çəksə, daha da dərinləşər. Daha da güvənsizlik, inamsızlıq artar. Amma orada əlbəttə baxmaq lazımdır. Lazımdır. O ayrılıq nə üstə baş verdi? Sizin o sevdiyiniz insanda müəyyən məsələn də pozuntu var idimi? Bəlkə də heç yox idi. Nə qədər çəkdi o sizin münasibət? Münasibətdə olan əsasən problemlər nəyə görə yaranırdı? Əsasən tez kim barışırdı? Yəni bilirsiniz necə konfliktləri əsasən hansı insan daha çox yaradırdı? Yəni baxmaq lazımdır. Onda təxminən bilmək olur ki, sizin gələcəkdə ehtimal çoxdur neçə münasibətlər yaradacaqsınız. Hansı münasibətlərdən qaçacaqsınız, hansıları belə həvəslə yaradacaqsınız, belə ürəklə. Yəni burada qəşəngcə təhlil etmək, analiz etmək lazımdır. Köhnə sevgilimdən ayrıldıqdan sonra sanki bütün oğlanlardan sanki uzaqlaşmışam. Sonra məni sevdiyini deyən olub, amma qorxmuşam. Hə, bilirsiniz necə o ayrılıq sizə belə necə deyim sizə, o insanı itirmək sizə çətin olub. Bu müəyyən bir psixotravma yaşadıb da, güvənsizlik yaradıb sizdə, inamsızlıq yaradıb. Bilirsiniz necə vacib deyil ki, həmən hansısa bir oğlanı həyatına oğlan kimi hələ də belə əks cins kimi konkret baxasan ki, hə, biz onunla sevgili ola bilərik. Yəni o nöqteyi nəzərdən baxmayın. Yavaş-yavaş belə hələ dostcasına, yəni insanı özünə yaxın buraxa bilərsən ki, yoxsa bu çox uzun müddət belə çəksə, daha da dərinləşər. Daha da güvənsizlik, inamsızlıq artar. Amma orada əlbəttə baxmaq lazımdır. Lazımdır. O ayrılıq nə üstə baş verdi? Sizin o sevdiyiniz insanda müəyyən məsələn də pozuntu var idimi? Bəlkə də heç yox idi. Nə qədər çəkdi o sizin münasibət? Münasibətdə olan əsasən problemlər nəyə görə yaranırdı? Əsasən tez kim barışırdı?